Salam, hərəkət oxşarlıq mövzusunda 86 nömrəli suala baxırıq. Deməli, şəkli yaxınlaşdıraq, görək verilənlərdə nə deyir bizə. Şəkildə CAY BAD-yə bərabərdir. CAY bucağı, buraya yazıram x, BAD bucağı da olacaq x. AYD bucağı, y yazıram, ABC bucağına bərabərdir. Buradakı bucaq da y-dir. Bu iki üç bucağa fikir versək, görərik ki, bunların üçüncü bucaqları da bərabər olacaq. Yəni, bura z olsa, buradakı bucağa da deyəcəyik z. Çünki üç bucağın iki bucağı, digər üç bucağın iki bucağına bərabərsə, deməli bunların üçüncü bucaqları da bərabərdir və bu üç bucaqlar oxşardır. İndi ədədlərə baxaq. AD 9-dur, DC 9-dur, DF 6-dır. Deməli, bunları qeyd edəndən sonra görürük ki, burada AD DC-yə bərabərdir. Deməli, bu üç bucaq bərabər yanlıdır. Bərabər yanlıdırsa, oturacağına bitişik bucaqları bərabərdir. Deməli, buradakı bucaqlara da deyəcəyik K. Bura K-dırsa, buradakı bucaq da olacaq K. Çünki bucaq A da bucaq C-yə bərabər olmalıdır. İndi, bu Z-dirsə bu bucaq, buna qarşılıq olan bu bucaq da Z-dir. İndi baxın, burada bir üç bucaq var. DFC üç bucağı. Bu üç bucağın iki bucağı məlumdur, Z və K. Biz bilirik ki, üç bucağın xarici bucağı, yəni buradakı bucaq xarici bucaqdır. Özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni, bu yaşılla göstərdiyim bucaq, digər iki daxili bucağın cəminə Z üstəgəl K-yə bərabər olmalıdır. Z buradadırsa, deməli, digər bucaq da olacaq, burada K. İndi burada nə baş verdi? Bu üç bucağa baxın. Oturacağına bitişik bucaqlar bərabərdir, yəni K, K-dır. Deməli, D-dən F-ə qədər 6-dırsa, AF də olacaq 6. Çünki oturacağına bitişik bucaqlar bərabərdir. Bərabər yanlı üç bucaqdır. Deməli, yan tərəflər də bir-birinə bərabər olmalıdır. Düzgün cavab B variantı. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.